Güney Azərbaycanlılar bizim qardaşımız deyil. Bizim özümüzük. Amma onlarla bağlı mən video paylaşanda və yaxud da ki, ümumiyyətlə bir hadisə ilə bağlı video paylaşanda və orada fars kəlməsi keçəndə və yaxud da ki, fars sözü keçəndə az qala məni öldürərlər. Yəni, əllərinə bıçaq alıb üstümə cuma bilərlər. O dərəcədə əsəbləşirlər, qızıqlanırlar. Və mən də ilk başda onlara aqressiya ilə yanaşmaq istədim, amma sonra fərqına vardı ki, mənası yoxdur. Yəni, mən də farsların içində yaşasam, eyni aqressiyaya sahib olaram. Adi girin hansısa bir tarixi video izləyin. Məsələn, giririk bir Reels'də baxırıq tarixi videoya. Video yerli Amerikalılarla bağlıdır. Altından bir dənə fars paylaşıb. Sasanilər. Nə dəxli? Nə dəxli? Niyə? Adam heç bilmir mövzu nədir, amma paylaşacaq. Yəni, belə bir millətlə bərabər yaşayan bu türklər, biz təbii ki, aqressivləşəcəyik. Nəticə etibarına olan mən olacaq. Yəni, mən obyektiv tarixşünaslıqla bağlı bir şey paylaşdıqda, anında Güney Azərbaycanlar məndən əsəbləşəcəklər. Mən burada farslara heç vaxt müdafiə eləmirəm. Eləyə də bilmərəm. Mən ümumiyyətlə müdafiə eləmək kimi bir xüsusiyyətə sahib deyiləm. Çünki mən obyektiv yanaşmalıyım. Əgər ki, təbii ki, burada bir öz millətimə qarşı bir aqressiya və ya nifrət olarsa, orada təbii ki, günün sonunda obyektivliyi kənara qoyub, öz xalqım üçün öz pozisiyamı alacaq. Amma yox, dünyada Hind-Avropa dili qəbul edilib, Hind-Avropa dilinin parçası fars dilidir kimi sözlər deyəndə sizin mənə hücum eləməyinizin bir mənası yoxdur. Bu dünya tarixşünasında qəbul edilir. Əgər bundan güclü iddianız varsa, onu götürüb qəşəkcə məqalə alına keçin. Hansısa səviyyəli bu universitetlər qoyub, dirəşib, isbat eləyə bilərsiniz. İngilis oyunu deməklə keçmir. Uzun müddət idi ki, Avropa Hunları türk olaraq qəbul edilmirdi. Amma bugün yeni tarixçilər çıxıb və möhtəşəm yazılar paylaşırlar ki, bəli, bunlar türk idi. Avropa Hunları türk idi, hansı ki biz illərdir buna qəbul eləmişik. Bunun əksi də ola bilər. Yəni biz əgər hansısa bir söz, məsələn, Ostan sözünün fars dilindən gəldiyini dedim, buna görə türklər az qala məni öldürəcəkdilər. Həmin ki, o sözə görə, o sözün əks olduğunu demək istəyirsinizsə, xahiş edirəm, bir məqalə yazın, paylaşın. Altından yazırlar, ancaq da Güney Azərbaycanda. Amma yenə deyirəm, onları qınamıram, onlar mənim özüməm. Ondan da əlavə olaraq bir şey də söyləyim. İranda ümumiyyətlə bir dəyişiklik olmasını istəyiriksə, türklərə baxmalıyıq. İran həmişə böyük inqilabları, yəni son orta əsrlərdən bəri türklər vasitəsilə eləyir. Bu gerçəkdir, türklər dəyişib İranı. Məsələn, Səfəvi imperiyası çökür, çökmə səbəbi bu arada yenə dini sektadır böyük ölçüdə. Kim xilas edir? Nadir Şahibşər xilas edir, türkmandır. Və yaxud da ki, indi bu müasir dövrümüzdə Pezeşkanı gətirdilər, gördülər vəziyyət pisdir. Və həqiqətən də inkişaf gedir. Yəni, farslar belə bir millətdir. Mən bunu anlayıram, ona görə də baş əyirəm öz xalqımın qabağında, amma sizdən bir xahişim var. Bu qədər radikallaşmayın. Yəni, rəqibinizi bu qədər görməzdən gəlməyin. Başa düşürəm, bunu hər bir xalq eləyir. Amma xahiş edirəm.